Masallı rayonunun Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyevin Xanalyon kəndinin adını dəyişərək Xanalyan etdiyi iddia edilir. Kənd sakinləri bu barədə Sitat Info saytına məlumat veriblər. Əksəriyyət kəndin adının erməni soyadına uyğun olduğunu qeyd edir. Kənd sakinləri bu barədə, Sitat, Milli Məclis bununla bağlı qərar qəbul edibmi? Bəs Milli Məclis bununla bağlı qərar qəbul edibmi? Globalinfo.az-a danışan deputat Cavanşir Paşazadə qeyd edib ki, Xanalyon kəndinin adının dəyişdirilməsi ilə bağlı Milli Məclisdə heç bir qərar qəbul olunmayıb. Kənd adının dəyişdirilməsi asan proses deyil. İlk növbədə yerli təşkilatlara müraciət edilir. Sonra bu müraciətlər komissiyalar tərəfindən araşdırılır və Nazirlər Kabinetinə göndərilir. Əgər müraciət yerli sakinlər tərəfindən əsaslandırılarsa, sənəd hazır vəziyyətdə müvafiq quruma təqdim edilir. Milli Məclisdə belə bir qanun qəbul edilməyib və kənd adlarını dəyişdirmək sadəcə bir şəxsin qərarı ilə mümkün deyil. Xanalyon kəndi Xanali adlı şəxsin məhəlləsi ilə bağlıdır. Ona görə də Xanali adının oraya aid edilməsi düzgün deyil. Deputat həmçinin bildirib ki, kənd və bölgələrin adlarının dəyişdirilməsi ciddi və mürəkkəb bir prosesdir. Bu, yalnız bələdiyyələrin yox, müvafiq komissiyaların razılığı ilə həyata keçirilir. Proses dövlət büdcəsindən böyük vəsaitin ayrılmasını, məktəblərin və digər obyektlərin adlarının dəyişdirilməsini, bütün sənədləşmənin yenilənməsini tələb edir. Yəni bu, yalnız bir şəxsin istəyi ilə mümkün deyil və qanunvericilik baxımından yol verilməzdir.